Əslində çox üzr Cehiz istəyirəm. vermək gənc ailələrə dəstək olmaq Çox deməkdir. üzr istəyirəm, bir şey deyəcəm. Biyaqlarım Ramal bəydir, bilmirəm Zahir bəydir, üzr istəyirəm çox-çox. Yəni onlar o həddə deyirlər ki, öz ailələrini qursunlar, evlərini qursunlar, cehizlərini qursunlar. Bəli, bir mənalı şəkildə əgər valideyn cehiz, ev, maşını hələ qoyaq ən sona, o şeyləri övladı, gənclərə təmin etməsələr, valideynin də uşaq üçün, övlad üçün üzərində vəzifəsi aşağı inir. Onun da məsuliyyəti ki, özü bilər, işləməyim, yaratmayım, baxın, işləməyim, yaratmayım, özü geçsin, eləsin, bütün elə deyil. həyatda olan motivasiyasını məhv edirsiniz. Və ona görə də bizim çox gənclərimiz kariyer eləyə bilmir, böyük işlər görə bilmir, Facebook yarada bilmir, kosmosa raket ixtira eləyə bilmir. Bəzi övladlara Facebook yaratma ehtiyac yox da, Facebook yaratsam onun içindən qərq olacaq, məhv olacaq, ailə dəyəri də girəcək, bahalı telefon var, ailə dəyəri də onun içində girəcək, valideyn dəyəri də onun içində girəcək. Sizinlə Ramal bəyin gəldiyi cip maşınını eləmişəm. Bəli, mən sizdən razıyam, elm vermək çox razıyam, bütün övladlara elm, amma bəzi insanlar, övladlar var ki, oxuya bilmirlər, əlinə sənət vermək, onların maşın ustası, digər işlər görmək lazımdır. Amma o demək deyil ki, mən o şəraiti qurmayayım. Mən valideyn olaraq öz məsuliyyətimi də itirirəm.